Heydər məscidinin imam muavini, ilahiyyatçı Rıza Rızayevdir. Xoş gördük Rıza müəllim, salamlayırıq sizi. Bugünkü mövzumuz da çox maraqlı bir məsələyə həsr olunub. İslam əxlaqında, İslam dinində əmanətə rəayət deyilən bir kateqoriyada xüsusilə diqqətə alınır ki, bu da müsəlmanın, inancı şəxsin mühüm xüsusiyyətlərdən biri hesab edilir. Biraz əvvəl qeyd etdiyimiz kimi həm Qurani Kərimdə və müqəddəs mətnlərimizdə bu məsələyə xüsusilə toxunulur. İstərdim ilk əvvəl əmanət sözünün etimoloji, lüğəti mənası haqqında müzakirə aparaq. Çünki bu söz də dilimizə ərəb dilindən keçən bir sözdür. Rıza müəllim, əmanət sözü nə deməkdir lüğəti mənada, etimoloji mənada? Rəhman və rəhim olan Allahın adı ilə İnur müəllim, mən də sizi salamlayıram və eyni zamanda dəvət üçün, dəyər üçün sizə təşəkkür edirəm və bizi izləyən əziz tamaşaçılarımızı da Allahın salamı ilə salamlayıram. Siz də vurğuladığınız kimi əmanət mövzusu dinimizdə çox mühüm və əhəmiyyətli mövzulardan hesab olunur. Əmanət həm dini, əxlaqi, eyni zamanda ictimai və hüquqi baxımdan çox geniş bir anlayışdır. Məna etibarilə gəldikdə isə əmanət sözünün mənası bilirsiniz əmin sözündəndir. Yəni etibar etmək, güvənmək mənalarını bildirir və eyni zamanda mömin sözü də burada bunu qeyd edək ki, mömin sözü də elə əmin sözündəndir. Bu kökdən əmələ gəlir. Dinimizə görə əmanət məsələsində həm insanlar üçün, insanların Rəbbi üçün, həm də Allahın bəndələrinə qarşı müəyyən bir vəzifələri var. Məsələn, ola bilər bir insan bizə hər hansı bir əmanət verə bilər. Biz o əmanəti qorumaq bizim borcumuzdur. Və eyni zamanda bizə bir söz, sir, belə deyək, əmanət edə bilər. O sözü qorumaq əslində vicdanın əmanətidir. Eyni zamanda ola bilər bir insan bir vəzifə tapşırılar bir insana. O vəzifəni doğru və dürüst şəkildə yerinə yetirmək də bir əmanət hesab olunur. Əmanət əslində müminin ən ali sifətlərindən biridir və eyni zamanda imanla əlaqəli olan bir məsələdir. Dürüstlüklə, vicdanla bağlı olan bir məsələdir. Təşəkkür edirəm Rıza müəllim ətraflı izah üçün. Elə hədislərdə də səhv etmirəmsə Məhəmməd Peyğəmbərin bir hədisində qeyd olunur ki, əmanətdar olmayan, əmin olmayan insanın imanı da olmaz. Əmanətə rəayət etməyən şəxsin imanı da olmaz. O mənada ki, kamil olmaz. Yəni əmanətə xəyanət edən, rəayət etməyən, etimadları doğrultmayan insanın imanında da müəyyən bir nöqsanlar, qüsurlar vardır. Əlbəttə, əmanət deyərkən çox geniş məfhumları biz başa düşə bilərik. Həm dar çərçivədə, həm geniş çərçivədə. İstərdim bu mövzunu biraz da genişləndirək Rıza müəllim. Əmanət deyərkən biz nəyi başa düşməliyik? Bu dini müqəddəs mətnlərdə bu məsələyə xüsusi toxunulur. Biz bunu necə izah etməli və anlamalıyıq? Tamamilə doğru buyurursunuz Nur müəllim. Əmanət çox geniş bir anlamdadır. Ümumiyyətlə həyatımızın elə bir sahəsi yoxdur ki, orada bizə əmanətlə bağlı olan bir məsələ olmasın. Bu istər bizim ömrümüz olsun, istər bizim zamanımız olsun, istər bizim övladlarımız olsun, istər bizim ailəmiz olsun. Bunlar hamısı hədisə bağlanan, söykənən məsələlərdir. İstər bizim dinimiz olsun, eyni zamanda vətənimiz olsun. Bunlar əmanət çərçivəsinə, əmanət belə deyək də qəlbinə daxil olan məsələlərdir. Amma bəzən biz biraz öncə də dedik ki, əmanət həm maddi yönlə baxa bilərik dar çərçivədə. Eyni zamanda geniş çərçivədə baxdığımız zaman bu məsələlər daxildir. Amma bəzən insana dünya adına hər hansı bir əmanət verildiyi zaman o əmanətə göstərdiyi həssasiyyət və diqqəti bu mənəvi məsələlərdə insan göstərə bilmir. Nədir? Məsələn, ömrümüz. Ömür Allahın bizə verdiyi ən böyük əmanətdir ki, ölüm mələyi bir gün Həzrət İbrahim əleyhissalamın hüzuruna gəlir, deyir, ey Allahın Peyğəmbəri, Allahın salamı olsun sənə, gəlmişəm o əmanəti sahibinə geri götürəm. Yəni, ömrümüzün sahibi də Allahdır, zamanımızın sahibi də Allahdır. Ona görə bəzən insan bu məsələlərdə biraz süslük göstərir. Məsələn, ömrünün xidmətində, ömrünün zamanını sərf etməsində bəzən o həssasiyyəti görmürük. Çünki Allah Rəsulü da buyurur ki, insan iki şeydən qəflət həyatı yaşayar. Biri onun zamanı olar, biri onun ömrü olar.
İnsan nə zaman bu dəyərlərin fərqinə varar, nə zaman bilər bu dəyəri anlayar? O zaman ki, o dəyərlər insanın əlindən çıxdığı zaman, yəni insan sağlamlığını itirdiyi zaman ömür əmanətinin nə qədər dəyərli olduğunu anlayar. Dedik ki, ömür böyük bir əmanətdirsə, bizim vücudumuz bir əmanətdir, gözümüz bir əmanətdir. Onun haqqı nədir? Onun haqqı harama baxmamaqdır. Dilimiz bir əmanətdirsə, onun haqqı nədir? O dillə fitnə fəsad çıxartmamaqdır. Kimsə haqqında qeybət etməməkdir. Doğru düzgün olmayan mövzular danışmamaqdır. Qulağımızın haqqı nədir? Bu da bir əmanətdirsə, qulağımızın da haqqı nədir? Onda haqqı odur ki, qeybətdən, günahdan uzaq qala bilməkdir. Bunlar hamısı, belə deyək də, əmanətin çox geniş mənasına əhatə edir. Və Allah Rəsulu buyurur ki, səhabələrindən birinə, ey Əbu Zər, deyir ki, ömrünə dinar və dirhəmdən də daha çox simic ol. Yəni, insan yaradılış fitrət etibari olaraq mala, mülkə bəzən meyilli olur. Allah Rəsulu buyurur ki, o mala, pula göstərdiyiniz diqqəti ömrünüzə də göstərin. Və Həzrət Əl-İslam da başqa bir hədisində buyurur ki, təəccüb edirəm o şəxsə ki, dünya adına nələrsə itirdiyi zaman çox narahat olar. Yəni, hər hansı bir şey dünya adını itirir. Amma hər gün ömür ağacından bir yarpaq düşər, onu narahat olmaz. Və başqa bir ayədə Rəbbimiz buyurur ki, ey iman gətirənlər. Bəzən biz bu əmanətə, belə deyək, doğru yerinə yetirmədiyimiz zaman da Allaha qarşı bir xəyanət kimi də qəbullənə bilər. Ayədə Rəbbimiz buyurur ki, Bismillahirrahmanirrahim, Yə əyyuhəl-ləzīnə əmənu, lə təxunullaha və rəsul və təxunu əmanətikum və əntum. Ey iman gətirənlər, Allaha və onun elçisinə xəyanət etməyin və bilə-bilə aranızda əmanətlərə də xəyanət etməyin. İnsan, biraz öncə dediyimiz kimi, Allaha necə xəyanət edə bilərik ki biz? Biz Allaha xəyanətimiz hansı şəkildə anlaya bilərik? Biz Allahın verdiyi ömür nimətini Allahın istədiyi şəkildə yaşamadığımız zaman ona qarşı bir xəyanətdir. Ömür böyük bir nimətdir və biz o ömrün, o əmanətin haqqı necə riayət oluna bilər? Öz təyinatı üzrə biz istifadə edəriksə, o əmanətin haqqını vermiş olarıq. Hansı digər mesajları Qurani-Kərimdən və yaxud da Məhəmməd Peyğəmbərin ibrətamiz kəlamlarından əmanətlə bağlı hansı nüansları, hansı mesajları tamaşaçılarımızın diqqətinə çatdıra bilərsiniz? Nur müəllim, Qurani-Kərim bu məsələyə çox geniş aspektdən yanaşır və həm birbaşa əmanətlə bağlı ayələri qeyd edir. Eyni zamanda əmanət məsələsini daha köklü yerini möhkəmləndirmək üçün bəzi xəyanət mövzusunda ortaya qoyur. Buyurur ki, ey iman gətirənlər, əmanətə xəyanət etməyin və sizə tapşırılanlara doğru düzgün şəkildə yerinə yetirin. Başqa bir ayədə, xüsusilə də Rəbbimiz buyurur ki, biz əmanəti göyə, yerlərə, dağlara təklif etdik. Onlar bunu qəbul etməkdən imtina etdilər, ondan qorxdular. Ancaq insan bu təklifi qəbul etdi. Ayənin sonunda buyurur ki, insan necə zalım, necə cahildir. Burada üzərində dayanacağımız məsələ çox bir həssas məsələ var, Nur müəllim. Rəbbimiz buyurur ki, o hansı əmanətdir ki, dağa, yerə, göylərə o əmanəti həvalə eləyir, təklif edir, ancaq qəbul etmirlər, insan qəbul edir. İnsan qəbul etdiyi halda Rəbbimiz yenə təkrar olaraq buyurur ki, insan zalim və cahildir. Nə üçün? Halbuki insan o əmanətlə yüklənibsə, insan niyə zalim, niyə cahil olsun? Bu ayə ilə bağlı təfsir alimləri fərqli fikirlər irəli sürmüşdülər, fərqli nəzəriyyələr ortaya qoymuşdular. Bu fikirlərdən biri budur ki, burada əmanətdən məqsəd əslində ilahi hökmlərdir, dindir. Elə üzərində də dayanılan məsələ budur ki, burada əmanətdən məqsəd budur. Digər fikir bundan ibarətdir ki, bu ixtiyar məsələsidir, azadlıq məsələsi, insanın ixtiyarı məsələsidir və eyni zamanda ağıl məsələsini ortaya qoyulur. Başqa bir ayədə Rəbbimiz buyurur ki, əgər biz Qur'anı dağlara nazil etsəydik, o Qur'anın qorxusundan deyir, çox belə narahat halda, əzik halda gələrdilər. Yəni, belə bir ayədə keçir və bu qorxusundan paramparça olduğunu görərdiniz. Bu ayədən məqsəd, əslində sonra ayədə buyurur ki, davamında, biz bu misalları çəkirik ki, insanlar düşünsünlər. Bu misallarda da məqsəd, o dağlara təklifdən məqsəd əmanət yükünün nə qədər ağır olduğunu bizə çatdırmaq istəyir. Bəs insan nə zaman cahil və zalim olmaz? İnsan əgər haqqı ilə o əmanətə sahib çıxarsa,
İnsan əgər haqqı ilə o əmanətlə yüklənərsə, insanlar arasında layiqincə şəkildə davam təbliğ və təmsil edərsə, insan Allahın istədiyi o əmanət yükünü daşıyar. Necə ki, Rəbbimiz Quran-ı-Kərimdə buyurur ki, biz insanı gözəl bir şəkildə xəlq eləmişik. Yəni, insanda olan bu məziyyətlər səbəb olur ki, Allahın o əmanət yükünü daşısın. Onu daşıyaca biləcək insandır. Əgər o əmanət yükünə sahib çıxarsa, mələkdən üstün səviyyə qalxa bilər. Əgər o əmanət yükü ilə yüklənməsə, nə olar? Quran-ı Kərim buyurur ki, biz onu aşağıdan da aşağıda edərik. Nur müəllim, bir ayəni, hədisi də diqqətinizə çatdırmaq istəyirəm ki, Allah Rəsulu buyurur ki, biraz öncə siz də verilişin əvvəlində qeyd etdiniz ki, etibarı olmayanın imanı olmaz. Etibarı olmayan iman olmaz. Necə təsirli, həqiqətən necə düşündürücü bir hədisdir. Yəni, bir insanın imanı var, amma cəmiyyət arasında, insanlar arasında etibarı yoxdur. Əgər bir cəmiyyət arasında bizim etibarımız yoxdursa, insanlar bizə güvənmirsə, o iman bizə nə fayda verə biləcək ki? Və yaxud da ki, əgər biz iman, mömin adını üzərimizə götürmüşüksə, cəmiyyət hər hansı insanlar bizdə hər hansı bir şəxsi sirrini bölüşmürsə, bizə güvənmirsə, Allahın Quran-ı Kərimdə buyurduğu əmanət yükünü biz necə yer üzərində təmsil edəcəyik? Bu, çox düşündürücü bir ayədir. Başqa bir ayədə yenə Rəbbimiz buyurur ki, İnna Allaha ya'murukum an tu'addul amanat ila ahliha və izə hakemtum beynan nas an tahkumu bil adl. Rəbbimiz buyurur ki, həqiqətən Allah sizdən əmanətləri sahibinə qaytarmağı və insanlar arasında hökm etdiyiniz zaman ədalətli hökm etməyi əmr edir. Nur müəllim, bu ayəni icazənizlə bir təfsirini və tərcüməsini deyərəm. İnşallah növbəti suallarımıza keçərik. Bu ayənin təfsirində İslam alimləri buyurur ki, hicrətin 8-ci ildən, yəni nazil olma səbəbi hicrətin 8-ci ildə baş verir. Bilirsiniz, Məkkənin fəthi zamanı baş verir. Peyğəmbərimiz Kəbənin açarının bir müşrik olan bir insanda olur. Açarını alır, gəlir Həzrət Əleyhisselam vasitəsilə, gəlirlər Həzrət Əleyhisselamla birlikdə Kəbə evindəki bütləri təmizləyirlər. Hətta orada bir incə və həssas bir məsələ var. Peyğəmbərimizə Həzrət Əleyhisselama deyir ki, çiynimə çıxaraq bütləri təmizlə. O bütləri, o Kəbə evində bilirsiniz, nə qədər bütlər var idi. Həzrət Əleyhisselam bundan imtina etmək istəyir və onun öz çiyninə çıxmasını istəyir. Peyğəmbərimiz buyurur ki, sən Peyğəmbərlik yükü altına tab gətirə bilməzsən. Və o Peyğəmbərimiz Kəbə evində namaz qılır, dua edir. Peyğəmbərimizin əmsi Abbas açarın təkrar o müşrikə qayıtmasını doğru hesab etmir ki, bir müşrikdə Allahın evinin açarı olmasın. Ancaq Peyğəmbərimiz bu xəbəri, bu sözü eşitdiyi zaman qəti şəkildə buna etiraz edir. Və buyurur ki, biz o açarı həmən şəxsdən əmanət almışıq. Nəyi demək istəyirik burada? Yəni, baxın, dinimiz o qədər cahan şumuldu. Peyğəmbərimiz o qədər hər kəsə dürüst davranırdı ki, onun inancından, əqidəsindən, imanından asılı olmayaraq yenə əmanətə sadiqlik göstərir. Təşəkkür edirəm, Rıza müəllim. İstərdim verilişimizin bu hissəsində tamaşaçılarımızı dini məbədlər və tarixi abidələr rubrikasını izləməyə dəvət edim. Çocuq Mərcanlı Cəbrayıl rayonunda kənddir. Lələtəpə adlanan yüksəklik 2016-cı ilin aprel ayında erməni qəsbkarlarından azad edildikdən sonra kənddə yaşayışı mümkün olmuşdu. Çocuq Mərcanlıda Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə evlər, məktəb və digər zəruri infrastruktur bərpa edilmişdi. Kəndə gedən avtomobil yolu yenidən qurulmuşdu. Eyni zamanda Prezidentin tapşırığı ilə kənddə Şuşa məscidinin bənzəri olan Çocuq Mərcanlı məscidi inşa edilmişdi. 50 sot ərazidə inşa edilən məscidin tikinti sahəsi 556 kvadrat metrdir. Minarələrinin hündürlüyü 26 metr təşkil edir. Prezident İlham Əliyevin iştirakı ilə məscidin açılış mərasimi olmuşdu. Çocuq Mərcanlı işğal olunmuş torpaqlarımıza qayıdışın başlanğıcı Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzminin simvoludur. Əziz tamaşaçılar, verilişimiz davam edir. Rıza müəllim çox maraqlı və mühüm məsələləri tamaşaçılarımızın diqqətinə çatdırırsınız. Sizin dediklərinizi təsnif etsək, ümumiləşdirsək, əmanətin özünü iki yerdə
iki yerə təsnif etmək olar. Mənəvi məsələlərdə əmanət və maddi məsələlərdə əmanət. Əlbəttə, maddi məsələlər dedikdə burada müəyyən hansısa bir əşyanın və yaxud da maddi nemətin kiməsə etibar edilməsi və onun da layiqincə geri qaytarması, bu da özü həm də hüquqi məsuliyyət gətirir. Digər bir məsələ, bunun daha geniş əhatəsi, daha geniş mövzusu mənəvi məsələlərdə təzahür edir ki, burada siz qeyd etdiniz insan ömrü, insan əxlaqı, insan tərbiyəsi və digər mənəviyyatla bağlı məsələlər. Mən istərdim, Rıza müəllim, Məhəmməd Peyğəmbərin həyatında bu əmanətdarlıqla, əminliklə bağlı məsələlərə toxunaq. Çünki Məhəmməd Peyğəmbərin ləqəblərindən də biri əmin olmasıdır. Hətta İslamdan əvvəl, Peyğəmbərlik missiyasını daşımamışdan da əvvəl ərəb cəmiyyəti, cahiliyyə ərəbi Məhəmməd Peyğəmbəri əmin, etibarlı, etimadlı bir şəxs kimi qələmə verirdilər, tanıyırdılar. Məhəmməd Peyğəmbərin həyatında hansı nüansları qeyd edə bilərsiniz bu mövzu ilə bağlı? Enur müəllim, ümumiyyətlə Peyğəmbərlərin həyatına baxdığımız zaman Peyğəmbərlərin həyatında Peyğəmbərlərin xüsusi bir sifətləri var ki, onlar hər bir Peyğəmbərin həyatında bu əminlikdir, bu sadiqlikdir, doğruluqdur və eyni zamanda bizim Peyğəmbərimizin də həyatında bunu görməkdəyik. Hələ Peyğəmbərlik verilməmişdən öncə belə insanlar arasında o əmin ləqəbi ilə tanınırdı. Çünki Peyğəmbərimiz insanlar arasında hər bir zaman doğruluğu ilə, belə deyək, əminliyi ilə seçilmişdi. Hətta bir gün məşhur bir hadisəni qeyd etmək istəyirəm. Kəbədə qara daşın yerinə qoyulması məsələsi olur. Qəblələr hərəsi o şərəfə öz qəbləsinə nail olur. Qəblə başçıları istəyir ki, o şərəfə öz qəbləsinə nail olsun və bu əsnada böyük bir mübahisə düşür. Aralarında böyük bir mübahisə düşür və aralarından bir nəfər bir fikir bildirir. Deyir ki, baxın, biz bu mübahisəyə son qoyaq, Kəbəyə ilk daxil olan insan kim olsa, onu özümüzə rəhbər seçək. O nə desə, hansı belə deyək, kimə desə, o həmən qəbilədə o daşı yerinə qoysun. Bu vaxtı Allahın Rəsulu hələ o vaxtı Peyğəmbərliyə çatmamışdı, amma insanlar arasında böyük bir əmin sifətinə tanınırdı. Kəbəyə daxil olur, insanlar sevinir ki, o Muhammedül Əmindir, o əmin bir insandır, o nə desə, o doğru, o olacaq. Peyğəmbərimiz gəlir o mübahisəni sakitləşdirir və mübarək əbasını yerə qoyur, o daşı, qara daşı götürür, əbanın üzərinə qoyur və qəbilə başçılarına deyir ki, hərəniz bir əbanın küncindən tutaraq daşı yerinə qoyun. Yəni, baxın, bu o qədər, hələ Peyğəmbər deyildi, hələ Peyğəmbərlik missiyasından yüklənməmişdi, belə insanlar, o müşriklər belə onun o sözündən çıxmadılar və qəbul etdilər. Və bilirsiniz ki, Peyğəmbərimiz Məkkədə çox böyük zülümlərə məruz qalıb. Hətta mübarək dişinin sınması var Taifdə və eyni zamanda Peyğəmbərimizə ölümlə bağlı planlar qurmuşdular. Peyğəmbərimizi Məkkədə yaşamağa imkan vermədilər. Peyğəmbərimiz Məkkədən Mədiniyə hicrət etdiyi zaman orada da çox həssas bir nöqtədə Həzrət Əli əleyhissalamı Məkkədə qoyur. Nə üçün qoyur? O əmanətdarlar ki var idi, o müşriklər, o Peyğəmbərimizi şəhərdə yaşamasına icazə verməyən insanlar çox təzadlı fikirdir ki, bir insana Peyğəmbərliğini qəbul eləmirsən, onun varlığını, yəni Peyğəmbər olaraq qəbul eləmirsən, ancaq öz dəyərli əşyalarını gətirib o insana əmanət qoyursan. Niyə? Çünki bilirlər ki, bu heç bir zaman əmanətə xəyanət etmir. Peyğəmbərimiz nə edir? Peyğəmbərimiz həmən Həzrət Əli əleyhissalam şəhərdə qoyur, o əmanətləri sahiblərinə qaytarmasını göstərir. Bəli, çox vacib məsələləri qeyd edirsiniz, Rıza müəllim. Hətta bu əmanətə riayət etməyə, əmanətdarlıq Azərbaycan xalqının milli, mədəni, əxlaqi kodekslərində də çox möhkəm anlayışlardan biridir. Rıza bəy, siz əmanətə riayətin əxlaqi və sosial, ictimai faydaları haqqında nə deyə bilərsiniz? Bizim əmin olmağımız, etimadı doğurmağımız cəmiyyətdə hansı müsbət auranı yarada bilər, hansı müsbət yollara səbəb ola bilər? Bəli, Enur müəllim, sualınıza keçmədən öncə bir önəmli məsələni də qeyd etmək istəyirəm. Biraz öncə sualınızda vermişdiniz. Biz dedik ki, əmanət, bir də Peyğəmbərimizin bu ümmət olan bir əmanəti var. Onu da qeyd etmək istəyirəm ki, Peyğəmbərimiz ömrünün son anlarında biz ümmətə
bir neçə şeyi tapşırıb əmanət olaraq. Bu İslam tarixində eyni zamanda müxtəlif məzhəblərin görüşləri də qəbul edilən bir fikirdir ki, Allah Rəsulü ömrünün son anlarında buyurur ki, İnni tərikum fikumus səqaleyn, Kitaballah və itrəti və ya sünnəti. Bilirsiniz ki, bu görüşlərə görə fərqli ola bilər. Önəmli olan bizim burada o əmanətə sahib çıxmamızdan gedir. Allah Rəsulü buyurur ki, mən sizə 2 ağır əmanət qoyuram. Allahın kitabı və əhl-i beytin və ya sünnətim. Kim bunlara sarılarsa, kim bunların yolunda olarsa və o insanlar qurtuluşa çatar. Və biz bugün həqiqətən də Quranın həyatımızda, dünya müsəlmanların həyatına baxdığımız zaman görürük ki, bugün müsəlmanların parçalanmaqlarının bir səbəbi də Quranı həyatımızda hakim edə bilməməyimizdir. Quran buyurur ki, qiyamət günü Quran-ı Kərim bir qrup insanlardan şikayət edəcək. Nə üçün şikayət edəcək? Deyəcək, ya Rəbbi, bu insanlar məni tərk etdi. Və o məhşərə bir kör gətirərlər. Sual edərlər ki, insanlar, ey Rəbbimiz, biz dünyada görürdük, biz nə üçün məhşərdə görmürük, körük? Orada Rəbbimiz buyurur ki, siz dünyada Qurana arxa çevirdiyiniz üçün siz bugün artıq görməyəcəksiniz, kör olacaqsınız. Cəmiyyəti heç şübhəsiz ki, ayaqda saxlayan dəyərlərdən də biri güvəndir, ehtimaddır, inamdır və qarşılıqlı etibardır. Təşəkkür edirəm Rıza bəy, çox maraqlı və çox mühüm müzakirələri sizlə apardıq, amma təəssüflə qeyd etmək istəyirəm ki, verilişimizin vaxtı bitmək üzrədir. Fürsətdən istifadə edib bir daha dəvətimizi qəbul etdiyiniz üçün sizə öz dərin təşəkkürümüzü bildirir və gələcək fəaliyyətlərinizdə, ictimai pedaqoji fəaliyyətlərinizdə sizə uğurlar arzuluyuruq. Təşəkkür edirəm, çox sağ olun. Əziz tamaşaçılar, bununla verilişimiz sona çatır. Növbəti verilişlərdə görüşənədək Allah amanında qalın.